Hamıya salam. Əlbəttə ki, biz gözləmirdik. Bizim üçün nə problem çıxdı? Biz çox gözləyirdik, zbor nə vaxt başlayacaq, nə vaxt gedəcək. Biraz o problem yaranmışdı, amma yenə də bizim üçün daha çox vaxt oldu. Hazırlaşırıq. İnşallah da sabahki oyuna bu mane olmayacaq. İnşallah yaxşı hazırlaşmışıq, yaxşı oyun göstərməliyik, qalib gəlməliyik. İlk nəzərə deyə bilərəm ki, 90-cı ilimizə görə bizim çox böyük motivasiyamız var. Çünki bizim üçün bu çox vacib mövsümdür. Biz indi Braqanı ya başqa komandanı düşünmürük. Çünki bizim hələ ki Dinamo Minsk var. Dinamo Minskə hörmətlə yanaşırıq. Cavan komandadır, yaxşı oyun oynayırlar. Ona görə biz ilk növbədə onları düşünürük. Allahın köməyi ilə binə onları keçək, sonra başqa oyundan oyuna fikirləşərik. Nə dərəcə bizim qrupa düşməyimiz realdır, yoxsa yox. Çünki indiki deyə bilmərik, indi biz Dinamo keçdik, Braqanın nətər olacaq, çünki biz hələ Dinamonu keçməmişik. İnam deyə bilmərəm ki, daha çoxdur, yazdı. Çünki qabaqda bizim bəzi illərimiz var idi ki, hansı bizim yaxşı şanslarımız var idi qrupa düşmək üçün, alınmadı. İndi də yenə də biz fikirləşirik ki, yenə oyundan oyuna hazırlaşaq. Necə keçən ilki illərdə bizdə bəzi bəxtsizlik gətirmədi, Rapidlə oyunda, yoxsa biz Arsenal klubunu keçəndən sonra belə Ortabat kluba uduzduq. İndi də yenə də deyirəm, bizi o vaxtda da heç kim gözləmirdi, biz orada keçək o bəzi oyunlarda, amma yenə də mən inanıram ki, biz bu il daha yaxşı nəticə göstərməliyik. Doğrudan möhtəşəm atmosfer var idi, böyük motivasiya verdilər bizə, sezon boyu həmişə bizim yanımızdadılar, ona görə onlara böyük təşəkkür bildirmək istəyirəm. Əlimizdən gələn eləməliyik ki, onlar daha çox sevinsin, çünki onlar hər gün gəlir, bizə bu oyundan qabaq, bu mövsümdən qabaq motivasiya verdi, daha da möhtəşəm idi, onlara təşəkkür edirəm. İnşallah biz onları sevindirməliyik. Əslində, qabaqki illərə baxanda indi çox oyuncu dəyişilməyib, bir-iki oyuncu gedir, bir-iki oyuncu gəlir. Çox oyuncu dəyişiklik deyil, məşqçi də eyni məşqçi, 70% sastav da eyni sastavda, ona görə bu ilki daha stabillik görürəm. İnşallah da bəzi oyuncular da gələcək, məncə daha yaxşı olmalıyıq, daha yaxşı da olacaq. Çox sağ olun. Я не думаю, перш за все, я те питання, що було, хочу прокоментувати. Я казав, що я мрію про те, щоб в річницю 90-річчя клубу Кривбас, Нівчі, щоб вони стали чемпіонами. І я дуже цього хочу, тому що вони на це заслуговують. Це історичний клуб, який, мені здається, має дуже велику історію в Азербайджані. Також мені дуже хотілося бути в групі Лізі конференції, тому що в цьому турнірі я ще в групі не був. Але як воно буде, то покаже час. На сьогоднішній день ми тільки думаємо про те, щоб підготуватися і зіграти як можна найкраще проти Динамо Мінськ. Тому що ця команда також непроста, вони також чемпіони своєї країни. Зараз у них чемпіонат в розгарі, і вони мають деякі кращі умови для цієї гри, я маю на увазі. Нам трошки інший варіант. Ну нічого, ми підготувались, ми готові до цієї гри. І давайте зіграємо, а потім вже будемо думати, що далі, як кажуть.
Çox sağ olun. Birinci növbədə deyim ki, elə bir fərq yoxdur, amma bu sualla yanaşı bayaq kapitana verdiyiniz suala mən özümdə şərh vermək istərəm. Mən bu barədə demişdim ki, mən ümumiyyətlə belə bir arzum var ki, Neftçi 91-ci il dönümündə, yəni ölkə çempionu olsun. Çünki Neftçi buna layiqdir və böyük bir tarixi olan klubdur, Azərbaycanın tarixində xüsusi rolu olan bir klubdur və biz bunu xüsusi olaraq arzulayırıq. Bundan yanaşı olaraq digər arzumuz isə konferans liqasında əlbəttə qrup mərhələsinə düşməkdir. Çünki mən özüm heç vaxt konferans liqasında, yəni məşqçi kimi də çalışmamışam. Bu da mənim üçün çox yaxşı bir təcrübə olardı. Əlbəttə bütün bunların hamısını bizə zaman göstərəcək, vaxt göstərəcək ki, nə olacaq. Biz nə edirik? Biz onun üçün kifayət qədər hazırlaşmışıq və əlimizdən gələn də edəcəyik ki, yaxşı oyun göstərək. Qarşımızda bilirik ki, Dinamo Minskdir. Dinamo Minsk bildiyiniz kimi öz ölkəsinin çempionudur və yəni həm də orada bu dəqiqə çempionatın necə deyirlər qızğın vaxtıdır. Bu artıq onlara tempdə olmaq baxımından və digər şərait baxımından bizdən biraz daha da üstün edir. Yəni buna baxanda. Amma buna baxmayaraq biz yenə də əlimizdən gələni edəcəyik. Biz birinci növbədə çalışmalıyıq ki, qarşımızda olan bu rəqibi keçək, udaq. Ondan sonra artıq liqada olan digər rəqiblər barəsində düşünməyə başlayacağıq. Belə. Hocalardan zannetmesi sağ Ben bilmek istedim. Bugünkü günəqədə elədikləri transferlər və Kanadada saxladığı oyuncular cavab vermirdi. Gələcəkdə çempionatda çempionluq oynamalı bir olacaq. Və Şabaksiyonda və bundan sonra konferans liqasında əlavə futbolcular lazım olacaq. Вам понадобится еще дополнительный футболист или это состав для вас доставлен? Belə deyim, bununla bağlı onu bildirə bilərəm ki, hal-hazırda əlimizdə olan bizim bu heyət, necə deyirlər, və əsas konsert deyirlər, yəni özül heyətimiz var ki, bununla biz əlbəttə oyunlarımıza davam edə bilərik. Əlbəttə ki, biz transferlərə də baxırıq, transferlər üzərində də işləyirik. Bu proses bu qədər də bir asan görünən bir proses deyil, asan görünsə də, yəni kifayət qədər vaxt aparandır, biz baxırıq, davam edirik. Əlbəttə ki, 100% mütləq əlavələrimiz də olacaqdır. Bugün biz nə deyim, hal-hazırda əlimizdə 3 qapıcı, 20 oyuncumuz var ki, onlarla biz oyunlarımızı davam etdiririk. Amma əlbəttə mən də, klub rəhbərliyi də, bizim hər birimizdə yaxşı başa düşürük ki, güclənməyə, möhkəmlənməyə ehtiyac vardır və bunun üçün də transfer edilməsinə ehtiyac görünür. Hələ də biraz da olsa vaxt qalıbdır. Bu yöndə, bu istiqamətdə işlər də gedir və biz də bilirik ki, yeni yəni oyuncuların gəlməsi bizə qarşıya qoyulan tapşırıqların icra edilməsində əlavə kömək edəcəkdir. O biraz bənzəri olacaq. Açıq məşq zamanı demiş ki, 8 nömrə bir futbolçu gəlməlidir, transfer. Potensial rəqib böyük ehtimal Braga olacaq. Potensial rəqibin Braga olması, klub rəhbərliyinin transferə edilməsi, transferlərin qarşısını almayacaq. Yoxsa həmin gələcək transferlər tək Braga üçün deyil, yəni çempionluq üçün oynamaq üçün, çempionluq oynamaq üçün gəlir. Adətən rəqib güclü olan futbollarda rəhbərlik kimi hazır şeylərimiz уважает, что тогда вообще просто надо идти в склад и не проводить других трансферов. Deməli, birinci ondan deyim ki, bu suala cavab vermək çətindir, çünki bu rəhbərlik olmuş, ünvanlanmış sualdır. Amma mən düzü xatırlamıram ki, belə bir söz demişəm ki, 8 nömrə ilə bağlı hələ belə bir transferimiz olacaq, belə bir şey xatırlamıram. Bayaq da qeyd elədim ki, bizdə komandanın özülü var, özülümüz əlimizdə var. Əlbəttə ki, bizdə elə bəzi mövqelər var ki, orada necə deyirlər, o batma var da, yəni oranı biraz daha çox qaldırmaq lazımdır. Bax, bu mövqeləri biraz da daha da gücləndirməliyik ki, qarşıda olan rəqiblərə qarşı daha rahat şəkildə oyun sərgiləyə bilək. Yəni, demək istədiyim budur. Bizim rəhbərliklə, prezidentlə, daha yüksək rəhbərliklə daimi əlaqələrimiz var. Yəni, prezident olsun, vitse-prezident olsun, idman direktoru və s. Bunlarla birlikdə biz çalışırıq. Bayaq bir daha da qeyd elədim ki, transfer məsələsi o qədər də asan məsələ deyil. Bunun üzərində biz çalışırıq. Əlbəttə, biz sual belə olanda ki, götürək-götürməyə bizdə belə bir şey qalmamalıdır. Yəni, bizim komandaya ancaq elə oyuncular gəlməlidir ki, onlar sonunda bizim komandamızı gücləndirsin. Yalnız o cür oyuncuların gətirilməsinə biz hə deyirik. Mən də uğur arzu edirəm.
Neftçi Dinamo maçı ərəfəsində üstün komanda hansıdır? Какая команда крупная? Как он есть преимущество? Какая команда имеет преимущество? Такі дуже важке питання, я не буду на нього відповідати. Я думаю, кожна команда буде думати, що вони найкращі, тому давайте дочекаємось цієї гри, а після гри ми вирішимо, хто сильніший. Demək belə deyim, çox çətin bir sualdır. Mən bu suala birbaşa cavab verə bilmərəm. Gəlin belə, çünki hər bir komanda fikirləşir ki, ən yaxşı odur. Ona görə də nə edə bilərik? Biz gözləyək oyun olsun, oyun bitsin. Allah razı olsun. Sual burada başqa cür yönəldi. Məlumdur ki, Avropa Kupası təcrübəsi çox böyükdür. У вас большой опыт. Azərbaycan həm qoca klubunun baş Вы məşqçisi. также главный тренер самого старого клуба Sizcə sabah Католических Meksiko'yu клубов. keçəcək И və будет у вас хорошая игра. yaxşı nəticə mərli atlarının şansını da artıracaq. И у вас Sizcə bu должен olursa хороший futbol meydanda 90 dəqiqə hələ cami nə olacaq? То есть, что будет решающим моментом для удачи завтра на поле? Belə deyim, burada hər şey ondan asılı olacaq ki, hansı komanda ən yaxşı özünü göstərəcək, ən yaxşı ifa edəcək, necə deyərlər. Və bunu mən istərdim ki, bu Neftçi olsun. Dinamo'nun baş məşqçisi istərdim ki, Dinamo Minsk olsun. Yəni mən öz adımdan onu deyə bilərəm ki, biz əlimizdən gələni maksimum edəcəyik ki, sizləri də biz sevindirək. Удачи. Три вопроса. Первый Динамо проиграл, потом выиграл. Как вы думаете, после, как вы думаете, что... Siz Neftçinin oyunlarından deyirsiniz, Dinamo oyunlarından. Динамо с Эликсом тогда не проиграли. То есть, как вы думаете, может, вам это все повлияло, то, что они проиграли на телематче? Belə deyim əslində, orada həqiqətən çətin oyun idi. Həm Silex-dən oyunla bağlı onu deyə bilərəm ki, orada 5 belə deyək müdafiəçi var idi. 5 olmasa da 2-3 də müdafiəçi var idi. Onlar qapını demək olar ki, tam bağlamışdı. Ona görə Dinamo bir sözlə qapını aça bilmirdi. Ora bir zərbə endirə bilmirdi və sonda da bilirsiniz ki, mən belə xatırlayıram ki, bir penalti oldu və onun nəticəsində oyunun nəticəsi belirləndi. İkinci oyunda isə belə deyim, Dinamo daha çox bəxti gətirdi orada. Çünki bilirsiniz ki, orada bu sol tərəfdə olan Wingerin bir zərbəsi oldu və penalti oldu. Və burada da Dinamo ilə keçdi. Burada Dinamo ikinci də oyunu gətirdi. Silex-də isə belə deyim, Silex biraz da daha çox həyəcan keçirir buna görə, oyuna görə. Məyus oldu. Geçen bölümün sonuna yakın Neftçi yalan hücumcuyla oynuyordu. Yani ve yaxşı nəticələrlə qazandı. Amma bilirik ki, sabah bu arqası meydanda olmayacaq. Yəni sabah eyni oyun tərzinin davamını görəcək, yoxsa bir qədər fərqli görəcək. Завтра будет увидим такую игру, что вы продолжаете прессинг, чи вы будете игру. Давайте дочекаємося завтра, і ви це побачите. Gəlin belə Навіщо deyim, про це говорити сьогодні, якщо ми є завтра? Почекаємо завтра. Yəni sabah var da, indi bugün sabah haqqında nə danışacağıq? Sabah onu görəcəksiniz. Kimi ürəyində bir şey qalmayıbsa, son 3 sual olsun. Etiraz olan yoxsa. Hacı Mərdan, sonra Müzəffər, sonra Elsəvər. Cənab Dövlətin iş bəzi mövqelərə futbolcu istəyirəm. Amma bilmək istəyirəm, imkan varsa, yəni sir deyilsə, hansı mövqelərə konkret? Hansı mövqelərə? Əgər istəyirsə, hansı mövqelərə? Если у вас есть пожелание, тогда на какие позиции вы хотите нового футболиста? Давайте це залишиться при мені, а коли ми їх візьмемо, ви побачите також. Gəlin belə deyək, bu hələlik məsələ məndə qalsın. Mən onları gətirəndə siz onu görəcəksiniz. Навіщо відкривати карти перед завтрашньою грою? Що я хочу і як воно буде? Niyə mən açım sabahki oyunun öncəsi kartlarımı niyə açım yəni? Я вам скажу єдине, ми дуже поважаємо нашого суперника, але ми його не боїмося. Mən belə deyim sizə, biz öz rəqibimizə hörmət edirik, amma biz ondan qorxmuruq. Müzəffər, sonra Sabahki oyunda uğurlar. Удачи. Lazımdır ki, Вы знаете, Azərbaycan что, baş məşqçisi həm klub как и главный тренер, как и корректницы сказали, что то есть вы хотите взять чемпионство, а также попасть в группу. Вот это внешний состав, качество и так далее. Это уровень нормально, но по количеству этого достаточно суммы. Belə deyim, keyfiyyətlə bağlı onu deyə bilərəm ki, gətirdiyimiz oyuncuların oyunundan mən razıyam, yaxşıdır. Kəmiyyətlə bağlı bayaq da qeyd elədim ki, bəli, mən istəyirəm ki, yeni oyuncular gəlsin. Bunun üzərində də iş gedir, işləyirik həqiqətən.
və əlimizdən də gələni bunu deyirəm ki, edəcəyik ki, Neftçi bu mövsüm və bu il ən yaxşı oyunlarını göstərə bilsin. Sonuncu sual. Останнє питання. Neftçi azarkeşləri bu gəlişdən sonra xüsusən də komandanın konfrans edasıdır. Bundan sonra böyük bir ümid yaratır. Ötən gün də komandalar bura gələn şartını açıqlamada bir oyunu paylaşmışlar. Şeriflə Murad Qalib cəmliyi oldu. Yəni bütün bunlar üzərində təsir yaratır ki, Neftçi futbolcu ki, azarkeşlər inanı çox deyil. Hətta Murad Qalib oyunu paylaşmışlar. Belə deyim, mən əslində o təzyiqi hiss eləmirəm. Çünki birinci növbədə ona görə ki, kifayət qədər təcrübəm var, yəni belə etaplardan çox keçmişəm. Amma əgər səmimi olaraq desək, ailə daxilində, ailəmin arasında bəli, bəlkə də bunu hiss edərəm. Amma oyunda, yəni işdə və s. bunu heç zaman göstərmərəm. Və belə deyim ki, bu çox normal bir şeydir. Oyunçular, azarkeşlər niyə tələb edirlər? Yəni, azarkeşlər hər zaman səndən yaxşı gözləntiləri varsa, o zaman daha çox əlbəttə təzyiq üzərində olacaq. Sənin üzərində bu təzyiqdən digər yəni, həyatımda görmüşəm, olubdur, olur və olacaqdır. Və biz də nə etməliyik? Biz də buna hazır olmalıyıq. Həm mən hazır olmalıyam ki, elə bir oyun göstərək ki, onlar məmnun qalsınlar. Eyni zamanda bizim futbolçularımız da buna hazır olmalıdır. Bütün bunlar bu hazırlıq olandan sonra o təzyiqin elə bir ciddi təsiri olmayacaq heç birimizin üzərində. І хочу ще додати, що ви ж самі розумієте, коли все добре, всі тебе люблять. Hər şey yaxşı olanda Коли не дуже добре, всі тебе ненавидять. hamı səni sevir. Від любові до ненависті один крок. Həmişə səni sevir, yəni hər şey yaxşı olanda. Amma yaxşı olmayanda hamının səndən nifrət edir. Necə deyirlər, məhəbbətdən nifrətə cəmi bir addım yol var. І це, я думаю, не тільки в моєму житті, а у кожного із нас таке буває. Düşünürəm ki, bu təkcə mənim həyatımda belə deyil, hamınızda belə. Головне бути готовим Sadəcə hazır olmaq lazımdır і йти тільки вперед. və ancaq irəli getmək lazımdır. Дорогу осилить ідучий. Deyir, yol gedənindir də, necə deyirlər, bax belə bir atasözü olar. 18:30-da bugün açıq məşqimiz olacaq bazamızda. Dəvətlisiniz 15 dəqiqəsi, 15 dəqiqəsi açıq olan. Ondan sonra da təqribə mətbuat konferansına bura gəlmək istəyənlər üçün nəqliyyat da ayrılacaq. Çox sağ olun, təşəkkür edirəm. Дякую вам дуже. Вибачте, якщо не до кінця відкрив те, що ви хотіли.